Salam dəyərli abituriyentlər və müəllimlər. Bu gün maqnit sahəsi, maqnit induksiyası başlığından maqnit sahəsinin induksiyası, cərəyanların maqnit sahəsi başlığındakı testlərin izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Elə isə gəlin suallarımızın izahına keçək. Bir nömrəli sualda bizə deyir ki, ferromaqnit xassələrinin yox olduğu temperatur necə adlanır? Yadınızda saxlayın ki, ferromaqnit maddələr üçün müəyyən bir temperatur var ki, bu temperatur həddinə çatan kimi həmin temperatur anında o maddə öz xassələrinin hamısını itirir. Artıq bu temperaturdan yuxarı temperaturda maddə ferromaqnit xassəyə malik olmur. Həmin temperatura da küri temperaturu deyilir. Yəni cavab olur D variantı. 2 nömrəli sual. Bizdən şəkil müstəvisinə doğru perpendikulyar istiqamətdə yönəlmiş düz cərəyanın maqnit sahəsinin induksiyasının xəttlərinin mənzərəsi hansı şəkildə düzgün göstərmişdir? Baxın, bir nöqtə var maqnit sahəsində, bir X var. Nöqtə şəkil müstəvisindən bizə doğrudur. X isə bizdən şəkil müstəvisinə doğrudur. Nöqtədə ətrafında induksiya xətləri baxın bu istiqamətdə hərəkət edir. Yəni sadə qrəbin əksi istiqamətində, X-da isə sadə qrəb istiqamətində olur. İndi mən baxıram ki, məndən hansını istəyir? Deyir, bizdən şəkil müstəvisinə doğru. Deməli, X-dan söhbət gedir. Baxın, bu formada olmalıdır. Yəni ətrafında dairə formada sadə qrəb istiqamətində hərəkət etməlidir. Cavab A variantı. Gəlirəm 3 nömrəli suala. Şəkil müstəvisindən bizə doğru. Artıq burada nöqtədən söhbət gedir. Nöqtədə baxın budur. Sadə qrəbin əksi istiqamətində hərəkət etməlidir. Yəni cavab 7. Gəlirəm 4 nömrəli suala. Maqnit sahəsinin induksiya vektorunun modulu hansı nöqtədə ən böyükdür? Maqnit sahəsi, baxın bu cərəyanlı naqilin daxilində yaranır. Burada. Və bu daxildə olan nöqtədə maqnit sahəsi yaranırsa maqnit induksiyası da var. Amma bu naqilin kənarlarında maqnit sahəsi yoxdur. Yəni induksiya minimum qiymət alır. Bizdən də böyük qiyməti istəyirsə daxilindəkini götürərəm. Yəni 1-i. 5 nömrəli sual. Maqnit sahəsinin induksiya vektorunun modulu hansı nöqtədə ən kiçikdir? Dedik daxildə yaranır. Baxın spiralın daxilində olan nöqtələrə burada yaranır. Kənarda qalan nöqtədə isə yaranmır. Yəni cavab C-dir. 6. Aşağıdakı sahələrdən hansı burulğanlı sahədir? Uşaqlar, maqnit sahəsi burulğanlı sahədir. Yəni bizim axtardığımız sahə maqnit sahəsinə aid olmalıdır. Məsələn, deyir, sükunətdəki yükü zərrəciyin elektrik sahəsi. Xeyr. Çünki elektrik sahəsi burulğanlı sahə deyil. Sabit maqnitin maqnit sahəsi deməli burulğanlıdır. Cavab B-dir. 7 nömrəli sual. Newton bölünsün amper vur Tesla. Newton qüvvənin vahididir. Amper cərəyan şiddətinin vahididir. Tesla da induksiyanın. Bu əlbəttə ki, naqilin uzunluğunundur. Cavab adır. Çünki düstur F amper bərabərdir IB-L-dir. Deməli, buradan L-i tapıblar. 8. Burğu qaydası ilə hansı fiziki kəmiyyətin qiyməti istiqamət təyin olunur? Bu nəzəriyyədir. Burğu qaydası və yaxud da sağ əl qaydasından istifadə olunur. B maqnit induksiya vektorunun istiqaməti tapılır. 9. Hansı halda hərəkət edən elektronun ətrafında maqnit sahəsi yaranır? Yadınızda saxlayın ki, əgər hərəkət edirsə, İstənilən hərəkətdə ətrafında maqnit sahəsi yaranır. İstəyir bərabər sürətlə hərəkət etsin, istəyir bərabər təcilli hərəkət etsin, istəyir çevrə üzrə hərəkət etsin, fərqi yoxdur. Hərəkət varsa orada maqnit sahəsi var. Deməli, hər üçü də düzdür. Hər üçündə ətrafında maqnit sahəsi yaranır. 10. Hansı halda hərəkət edən protonun ətrafında maqnit sahəsi yaranır? Yenə, əgər hərəkət varsa, deməli üçündə də yaranır. Cavab B-dir. Gəlirəm 11 nömrəli suala. Hansı halda verilmiş hesablama sisteminə nəzərən maqnit sahəsi yaranır? Dedik ki, maqnit sahəsinin yaranması üçün nə olmalıdır? Zərrəcik hərəkət etməlidir. Hərəkət etdikləri hansılardır? Elektron hərəkət edir, proton hərəkət edir. Sükunətdədirsə yaranmır. Cavab 1-2-dir. Yəni Y variantı. Keçirəm 12 nömrəli suala. Maqnit sahəsinin maqnit əqrəbinə göstərdiyi yönəldici təsirə görə hansı fiziki kəmiyyətin istiqaməti təyin olunur? Deməli, maqnit sahəsinin maqnit əqrəbinə göstərdiyi yönəldici təsirə görə maqnit induksiyası təyin olunur. Yəni cavab A-dır. 13. Cərəyanlı düz naqilin en kəsiyi təsvir edilmişdir. M nöqtəsində onun yaratdığı maqnit sahəsinin induksiya vektorunun istiqaməti hansıdır? Bir şeyi yadınızda saxlayın. Cərəyan nədir? Nöqtədir, düzdürmü? Nöqtədə induksiya xətləri necə hərəkət edir? Sadə qrəbinin əksi istiqamətində.
İndi mən burada bu tipli misalları necə tapırsınız? Bunun ətrafında bir dənə dairə çəkirəm. Elə edirəm ki, bu dairə M nöqtəsindən də keçsin. Baxın, belə bir formada çəkdim. İndi uzaq olduğu üçün tam dairə formasını almadı, amma ətrafını dairə formasına çəkirik. Saat əqrəbinin əksi istiqamətində B induksiya vektorun baxın belə. İstiqamətini təyin edəndə bu nöqtəyə toxunan istiqamətdə yönəlir. Belə yönəldirəm bütün nöqtələrdən və baxıram. M nöqtəsində, M nöqtəsi hanı? Baxın, buradır. M nöqtəsində hansı istiqamətdə yönəlib? Baxın burada. Yuxarı, yəni 1 istiqamətində. Söz cavab deməli 1-dir. Yəni A variantı. Keçək 14 nömrəli suala. Yükün qapalı yolda hərəkəti zamanı sahənin işi sıfırdan fərqlidir. Sökünətdə olan müsbət nöqtəvi üçün xeyr, burada əgər yükün qapalı yolda hərəkəti zamanı sahənin işi sıfırdan fərqlidirsə, bu maqnit sahəsində olur. Yəni hərəkət var da burada. Hərəkət varsa maqnit sahəsi olmalıdır. İndi burada baxa bilərsiniz ki, burada maqnit sahəsi sözü yoxdur, amma burulğanlı elektrik sahəsi var. Burulğanlı elektrik sahəsi nə deməkdir? Yəni elektrik sahəsi dəyişib. Elektrik sahəsinin dəyişməsi də bizə burulğanlı maqnit sahəsini yaradır. Ona görə cavab C-dir. 15. Yükün qapalı yolda hərəkəti zamanı sahənin işi sıfırdan fərqlidir maqnit sahəsində. B variantı. 16 nömrəli sual. Volt vur saniyə bölünsün metr kvadrat ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Voltu açaram joule bölünsün kulondan. Vuraram saniyə sürətdə metr kvadratı məxrəcdə. Bunları da açanda joule açıram kiloqram vurulsun metr kvadratı bölünsün saniyə kvadratı yazanda saniyələrin biri gedir, sadəcə saniyə qalır. Vurulsun. Burada da bir metr kvadratı var. Vurulsun kulonu da aça bilərəm. Hələ ki qalsın. Metr kvadratlar gedir. Kiloqram bölünsün. Kulon da amper vurulsun saniyənin kvadratı olur. İndi bu nəyin vahididir onu tapmalıyam. Burada elektrik yükü deyil. Bunları ataq. Cəryan şiddəti deyil. Çünki elektrik yükü kulonda amper vur saniyədir. Cəryan şiddəti də sadəcə amperdir. Qaldı bunlar. Birinci B induksiyanı yoxlayaq. Deməli, B induksiyanın açılışı Newton bölünsün. Düsturunu yazaq. F bölünsün IL-dir. Yəni, Newton bölünsün amper vurulsun metrdir. Bunu da açanda kiloqram bölünsün budur. Amper vurulsun saniyənin kvadratı alınır. Maqnit induksiyasındır. Yəni, cavab C-dir. Sonra 17 nömrəli sual. Watt vur saniyə bölünsün amper vur metr kvadratı. Deməli, wattın açılışı joule bölünsün saniyədir. Gücün vahididir. Saniyəyə vururam, bölürəm amper vur metr kvadratına. Buradan saniyələr gedir. Joule da açanda kiloqram vur metr kvadratından. Metr kvadratı bölünsün saniyə kvadratı. Vurulsun amper vur metr kvadratı. Bu metr kvadratları gedir. Yenə eyni ifadəni alıram. Kiloqram bölünsün amper vur saniyə kvadratı. Bu da B induksiyanın vahididir. Yəni cavab olur Y variantı. Gəlirəm 18 nömrəli sual. Cəryanın çərçivə şəkil müstəvisində yerləşir. O nöqtəsində maqnit induksiya vektorunun istiqamət. Baxaq cəryan hansı istiqamətdədir? Belə gəlir. Yəni saat əqrəbinin əksinə hərəkət edir. Saat əqrəbinin əksi istiqamətində hərəkətdə hansı induksiya idi? Nöqtədə. X-da saat əqrəbi istiqamətində olur, nöqtədə saat əqrəbinin əksi. Deməli, daxili nöqtə olmalıdır. Cavab Y-dir. Sonra 19. Cəryanlı kontur şəkil müstəvisində yerləşir. Burada isə baxıram ki, cəryan necə hərəkət edir? Saat əqrəbi istiqamətində. Nə vaxt saat əqrəbi istiqamətində cəryan yaranar? İnduksiyam X olanda. Yəni, cavab C-dir. 20. Qüvvə xətləri şəkildə təsvir edilən bir cins maqnit sahəsinin təsiri ilə sərbəst sıfırlana bilən maqnit əqrəbi hansı vəziyyəti alar? Əvvəla, maqnit sahəsinin qüvvə xətlərini çəkək. B induksiyanı çəkdim. İndi burada bir şeyə fikir verin. Qüvvə xətləri görürsünüz, soldan sağa gedir. Maqnit qüvvə xətləri N-dən çıxıb S-ə doğru gedir. Yəni, deməli, bu tərəf N-dir, bu tərəf S-dir. Mən də bilirəm ki, əks qütblər bir-birini cəzb edirsə, əgər maqnitimin qütblərində N tərəfə S cəzb olunmalıdır, S tərəfə isə N cəzb olunmalıdır. Yəni, bu formada qalmalıdır. Cavab ona görə C-dir. Gəlirəm 21 nömrəli suala. Bu dəfə isə induksiya xətlərini baxın belə veribdir. Yenə çəkək, fərqi yoxdur. Dedik ki, həmişə nə inir? N-dən S-ə doğru gedir. Bura N-dir, bura S-dirsə, maqnitimi çəkəndə əks qütblər bir-birini cəzb etməlidir. Yəni, S tərəfə N düşür, N tərəfə S düşür. Bu formada olur, cavab olur A variantı. Gəlirəm 22 nömrəli suala. Düzxətli cəryanlı naqilin maqnit sahəsinin A nöqtəsində yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün göstərmişdir? Əvvəla bir dənə, bura bir dənə X yazıram.
Bu mənim x cəryanımdır. Və bunun ətrafında bir A nöqtəsi qeyd edirəm də. Burada soruşur məndən. A nöqtəsini burada qeyd edək. İndi bunun ətrafında bir dənə çevrə çəkəcəm. Bu formada. Dairəvi formada çəkdim. Baxın, bu A nöqtəsindən birinci B induksiyamın hansı istiqamətdə olduğunu tapacam, sonra maqnitimi quracam. X-dırsa, bilirəm ki, B induksiya vektoru sadə qrəv istiqamətində fırlanır. A nöqtəsindən toxuna istiqamətdə yönəltsəm, baxın belə aşağı düşür. B induksiya xəttlərinin də başlanğıcı və sonunu bilirəm ki, N-dən başlayıb S-ə doğru gedir. Aha, qütblərimin yerini tapdımsa, onda maqnit əqrəbimi qura bilərəm. Deməli, bilirəm ki, əks qütblər bir-birini cəzb edir. Onda deməli N tərəfə S cəzb olunmalıdır. S tərəfə də N cəzb olunmalıdır. Baxın, bu formada alınır. Cavab olur Y variantı. Keçirəm növbəti suala. 23 nömrəli sualda deyir ki, düzxətli cəryanlı naqilin maqnit sahəsində nöqtəsində yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün göstərmişdir? Bu dəfə bir dənə bizə nöqtə verib. Bu nöqtənin dairəsini çəkək. Və bir dənə A nöqtəsi verib burada. Yazaq bura A nöqtəsi. Yenə bunun ətrafından bir dənə dairə keçirək. Bu formada. Aha, indi biraz dairə formasında olmadı. Amma eyb yox. Aha. Deməli, burada qeyd edirəm bir A nöqtəsini. Nöqtədə bilirəm ki, B induksiya xətləri necə yönəlir? Bu cəryan istiqamətidir. Sadə qrəbin əksinə. Əgər bu istiqamətdə yönəlirsə, B yönəldəndə gəlib A nöqtəsindən yuxarı qalxacaq. Baxın, bu formada yuxarı qalxacaq. Onda qütblərimin istiqamətini tapaq. İnduksiya xətləri bilirik ki, N-dən çıxır, S-ə doğru gedir. Onda maqnit əqrəbimi çəkəndə S tərəfə N cəzb olunmalıdır, N tərəfə də S. Yəni, bu formada olmalıdır. N yuxarıda isə aşağıda, yəni cavab olur C variantı. Gəlirəm 24 nömrəli suala. Kütlələri eyni olan 3 maqnit ipdən asılmışdır. İkinci və üçüncü maqnitə şəkildəki kimi maqnitlər yaxınlaşdırıldıqda iplərdə yaranan gərilmə qüvvəsi modullar. Baxın, gəlin birinci, baxaq ikinciyə. Burada fikir verirsinizsə, N qütbünü S-ə yaxınlaşdırır. Bu nə deməkdir? Yəni, burada bu ipdəki maqnit cəzb olunacaq, aşağıya doğru dartılacaq. İpdə dartılırsa, T2-dəki gərilmə deməli artıb. T3-ə baxın, əks qütbləri bir-birinə yaxınlaşdırsa, bunlar itələnməlidir. Onda bu maqnit belə yuxarı qalxacaq, itələnib. Onda ip boşalacaq. Boşalırsa, onda T3-üm azalmalıdır. T3 də azaldı. T1-ə də heç bir şey etmədiyi üçün əvvəlki gərginliyi qalacaq. Deməli, onda T2 artdısa ən böyükdür. T1 dəyişmir, ortaqdır. T3 də azaldısa ən azdır. T2 böyükdür T1-dən, o da böyükdür T3-dən. Yəni, cavab olur B variantı. Keçirəm növbəti suala. Şəkil müstəvisinə perpendikulyar yönəlmiş cəryanlı naqilin maqnit sahəsinin induksiya xətlərindən ikisi təsvir edilmişdir. Hansı nöqtədə maqnit induksiya vektoru modulca ən kiçik olub yuxarı yönəlmişdir? Deməli, maqnit induksiya vektorunun yuxarı yönələn variantını istəyir. Baxıram, burada induksiya cəryanı nöqtədir. Nöqtə nə deməkdir? Yəni, nöqtənin ətrafında maqnit induksiya vektoru sadə qrəvin əksi istiqamətində fırlanır. Sadə qrəvin əksi istiqamətində fırlananda istiqamətlərimi göstərərəm. Baxın, bu formada 4-dən də belə yuxarı qalxar. 3-dən də bu formada yuxarı qalxır. 2-dən də belə yönəlir. Mənə deyir ki, şaquli istiqamətdə yuxarı yönəlmişdir deyirsə, mənim əlimdə qalır 3 və 4. Bunu necə müqayisə edəcəm? B induksiyanın belə bir düsturu var ki, B bərabərdir. Mü vurulsun mü 0, vurulsun I, bölünsün 2 pi R. Buradan baxıram ki, B induksiyam R-lə, yəni məsafə ilə tərs asılıdır. Onda burada baxıram hansı məsafəsi ən böyükdür? 4-ün məsafəsi böyük olanın induksiyası ən kiçik olar. Ona görə cavab B-dir. Gəlirəm 26-ya. Şəkil müstəvisinə perpendikulyar istiqamətdə yönəlmiş cəryanlı naqilin maqnit sahəsinin induksiya xətlərindən ikisi təsvir edilmişdir. Hansı nöqtədə maqnit induksiya vektoru modulca ən böyük olub sola yönəlmişdir? Baxıram, cəryanım X-dır. B induksiya vektoru sadə qrəb istiqamətində olur. Onda buradan istiqamətlərini göstərsəm, bu formada olar. Belə. 3-dən isə yuxarı qalxar. İndi məndən nə istəyir? Bir dənə baxaq. Deyir ki, modulca böyük olub sola yönəlsin. Sola yönələn 2 ilə 5 qaldı. Ən böyük istəyirsə, baxın, bu düstura görə mü vurulsun mü 0, I bölünsün 2 pi-yə görə B induksiya R-lə tərs asıdır. Ən böyük istəyirsə, məsafəsi ən kiçik olanı götürürəm, yəni cavab olur D variantı.
27. Cərəyanın istiqaməti şəkil müstəvisindən bizə doğru yönəlmiş, cərəyanlı naqilin ətrafında yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəblərinin 1, 2 və 3 qütblərini müəyyən edin. Nöqtədə bilirəm ki, saat əqrəbinin əksi istiqamətindədir. Baxın, bu nöqtədən B induksiyan belə çıxır. Buradan baxın, belə yönəlir. Daha sonra buradan da belə aşağı düşür. İndi gəlin istiqamətlərini tapaq. Bax, yazdığımız misal oxşur. Birinciyə baxıram. Qüvvə xətləri N-dən çıxıb S-ə doğru gedir. Onda N tərəfə S cəzb olunar, S tərəfə N. Keçirəm bu tərəfə. N-dən çıxıb S-ə doğru gedir. N tərəfə S cəzb olunmalıdır, S tərəfə N. Gəlirəm bura. N-dən çıxıb S-ə doğru gedir. Deməli, N tərəfə S, S tərəfə N cəzb olunmalıdır. Vəsə tapdım. Deməli, birincidə S olmalıdır, bunlar getdi. İkincidə N olmalıdır, üçüncüdə də S olmalıdır. S, N, S cavab olur D variantı. 28 nömrəli sual. Yerə nəzərən sükunətdə olan müsbət yükü bir kürəci ilə sərbəst düşən müsbət yükü iki kürəci üçün eyilir. Venn diaqramında uyğun bəndləri müəyyən edin. Ətrafında elektrik sahəsi yaranır. Yadınızda saxlayın ki, zərrəcik sükunətdə də olanda ətrafında elektrik sahəsi yaranır. Hərəkət edəndə də ətrafında həm elektrik, həm maqnit sahəsi yaranır. Ona görə bu ortaqdır. Ətrafında maqnit sahəsi yaranan hərəkət edəndir. Sükunətdə maqnit sahəsi yaranmır. Ətrafında yaratdığı sahə burulğanlıdır. Bilirəm ki, maqnit sahəsi burulğanlı sahədir. Ona görə 3. Burulğanlı deyil, deməli maqnit sahəsi yaranmayıb ətrafında. Ona görə 4 gedir 1-ə. 4, 2, 3, 1. Cavab A variantı. Sonra 29 nömrəli sual. Euler Venn diaqramında uyğun bəndləri müəyyən edin. Elektrostatik sahə ilə maqnit sahəsini müqayisə etməliyik. Deyir, elektrik yükləri tərəfindən yaradılır. Elektrik yükləri tərəfindən yaradılan hər ikisidir. Cərəyanlı naqilin ətrafında mövcuddur maqnit sahəsi. Qapalı qüvvə xətlərinə malikdir maqnit sahəsi. Qüvvə xətləri qapalı deyir, elektrostatik sahə. 4, 2, 3, 1. Cavab C-dir. 30. Deyir ki, düz maqnit 3 bərabər hissəyə bölünərsə. 30 nömrəli sual. Düz maqnit 3 bərabər hissəyə bölünərsə, orta hissənin 1 və 2 uclarında hansı qütblər yaranır? Mən bilirəm ki, bir tərəfli maqnit heç vaxt almaq mümkün deyil. Yəni, mən maqniti 2 hissəyə də bölsəm, 10 hissəyə də bölsəm, bir tərəfi N, bir tərəfi S olmalıdır. İndi mən bu N hissəni böləndə buradan. Baxın, sol tərəf nə idi? N idi da. Sol tərəf N olaraq qalır. Bu tərəf olur S. Aşağıda veri belə, orada yazaq. Bax, bölündü. Bura oldu N. Onda belə göstərirəm. Bir dəqiqə. Bax, belə bölündü. Bu tərəf nə idi? Sol tərəf. N. Onda bura S-dir. Gəlirəm bu tərəf böləndə. Sağ tərəf nə idi? S. Onda maqnitin bu ucu nədir? N. Gəlirəm, indi burada əks qütblər olmalıdır. Burada S yaranıbsa, burada N olmalıdır. Burada N yaranıbsa, burada S olmalıdır. Deməli, birincidə N, ikincidə S yaranmalıdır. Yəni, cavab olur D variantı. Gəlirəm 31. Eyni cərəyanlı naqillərin kəsikləri göstərilmişdir. A nöqtəsinə Y3 sahənin induksiya vektorunun istiqaməti. Gəlin göstərək. Bir dənə nöqtə götürürəm. Nöqtə. Bir dənə də X götürürəm. İndi bunların ətrafında da sahəsini çəkək. Bax, bu bunun dairəsi olsun. Bu da bunun dairəsi olsun. Deməli, bizdən tən ortada, bax, bu A nöqtəsində Y2 sahənin induksiyasını istəyirsə, mən bunların dairələrini çəkərəm A nöqtəsindən. Bax, bununkunu belə bir formada. Bununkunda belə bir formada. Amma bunları çəkməliyəm ki, bunlar toxunsun bir-birinə. Bir dəqiqə. Birini belə. Aha. Birini də, baxın, bu formatda. Aha, tam çəkdik. İndi mən bu A nöqtəsində tapmalıyam ki, Y3 sahə hansı istiqamətdədir. Birinci nöqtə idi. Nöqtədə saat əqrəbinin əksinə fırlanır. B induksiya, baxın belə. A nöqtəsindən nə edir? Yuxarı qalxdı. İndi X-da yoxlayıram. X-da da saat əqrəb istiqamətindədir. Bu formada çəkirəm. A nöqtəsindən X-inki də yuxarı qalxır. Eyni istiqamətdədirsə toplanır və Y3-də mən hansı istiqamət götürürəm? Yuxarı. Yəni cavab olur B variantı. Gəlirəm 32 nömrəli suala. Naqildən axan dairəvi cərəyanın yaratdığı maqnit sahəsinin induksiya vektoru halqanın mərkəzində hansı istiqamətdə yönələr? Baxıram ki, bura müsbətdir. Cərəyan bilirəm ki, nə edir? Müsbətdən mənfiyə doğru gəlir. Bu hansı istiqamətdir? Saat əqrəbinin əksi.
Nə vaxt sadə qirəbin əksinə cərəyan yaranardı? İnduksiya cərəyanı nöqtə olsa. Nöqtə nə deməkdir? Şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru. Bir dəqiqə. Aha, Y variantı. Gəlin görək, bu sualda bizə nə deyir? Deyir ki, hansı ifadələr doğrudur? Cərəyanlı düz naqili bir vəziyyətindən if2 vəziyyətinə gətirdikdə A nöqtəsində nə baş verər? Gəlin biz baxaq bura. Bu şəkildə fikir verin. Əvvəlcə bir vəziyyətindədir. Mən bu bir vəziyyətində yuxarı və aşağıdakı induksiyanı təyin etməliyəm. Bunun üçün də sağ əl qaydasından istifadə edirəm. Gəlin sizə indi sağ əl qaydasının necə işlədiyini göstərim. Düşünək ki, baxın bu qələm mənim naqilimdir. Və baxın bu istiqamətdə durub naqilim və bu ucuda cərəyanın istiqamətini göstərir. Baxın oxun ucuna, yəni sağa doğru gedibsə, deməli cərəyan sağa doğrudur. Mən də qələmin ucu cərəyanın istiqamətini göstərir, fərz edirəm və həmin istiqamətdə yönəldirəm. İndi bu burğu sağ əl qaydasından istifadə edəndə əlimi gətirirəm. Baxın sağ əldən söhbət gedir. Sağ əlimi gətirirəm, bu naqili əlimin, ovucumun, yəni barmaqlarımın bu hissəsinə yerləşdirirəm. İndi fikir verin, baş barmağım cərəyanın istiqamətini göstərməlidir. Başda görürsünüz, heç bir istiqamət göstərmir. Bir-bir göstərirəm. Baş barmağımı cərəyan istiqamətdə yönəltdim. Sağa gedir şəkildə. Mən də sağa yönəltdim. Naqilin bir üst tərəfi var bu hissə. Buradır. Alt tərəfi də bu hissədir. İndi buna baxın. Açdım. Fikir verin. Naqilimin üst tərəfində barmaqlarımın ucu bizə baxır. Şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru baxır. Bu nə deməkdir? Deməli, naqilin üst tərəfi nöqtədir. Fırlayanda naqilin alt tərəfində isə barmaqlarımı görürsünüz, aşağıya doğru baxır. Bizdən şəkil müstəvisinə doğru baxır. Deməli, naqilin aşağısı nədir? X-dir. Mən bunu qeyd edirəm tez. Baxın, bura yazıram nöqtə bu hissələrə. Bu hissələr isə X-dir. İndi yuxarı versiyanı sınayacağım. Baxın, indi cərəyanım yuxarı vəziyyətdə qoydum. 2 vəziyyətinə gətirdim. Sağ əlimi yenə götürürəm. Baxın, başlanğıcda heç bir istiqamət yoxdur. Baş barmağımı yuxarıya cərəyan istiqamətdə yönəldirəm. İndi buna baxın. Naqilin bir sağ tərəf var, bir sol tərəf. Səlimi açanda görürəm ki, barmaqlarım mənə baxır. Yəni, şəkil müstəvisindən bizə doğru baxır. Deməli, sol tərəf nədir? Nöqtə. Fırlayanda görürəm ki, burada barmaqlarım artıq nə edir? Baxın, bizdən şəkil müstəvisinə doğru baxır. Yəni, bizdən perpendikulyar aşağıya doğru baxır. Deməli, bura nədir? X-dir. Onda bunları da qeyd edərəm. Deməli, onda nə oldu? Naqilin bu tərəfi oldu nöqtə. Bu tərəfi isə oldu X. Baxın, əvvəlcə nöqtə idi, naqili 2 vəziyyətinə gətirəndə B oldu X. Əvvəlcə nöqtə idi, sonra A nöqtəsindən söhbət gedir, B oldu X. Deməli, B maqnit induksiyanın istiqaməti nədir? Dəyişdi. Burada da baxın, bizə variantda nə deyir? Birdə deyir ki, maqnetik qüvvə vektorunun istiqaməti dəyişməz, yanlışdır. Maqnit induksiya vektorunun istiqaməti əvvəlki istiqamətin əksinə yönələr, düz deyir. Çünki əvvəlcə baxın, nöqtə idi, sonra X oldu. Əvvəlcə bizdən şəkil müstəvisindən bizə doğru idi, baxın bu formada. Sonra bizdən şəkil müstəvisinə doğru getdi. Yəni 2 düzdür. Burada 2, yəni qüvvənin induksiyanın istiqaməti dəyişir. Birində isə maqnit induksiyasının qiyməti azalır. Çünki A nöqtəsi əvvəlcə naqildən baxın bu məsafədədir. Sonra isə naqildən olan məsafəsi artdı. Məsafə artdısa induksiya cərəyanı azalır, çünki tərs asıdır. Ona görə də cavab olur A variantı. Gələk 34 nömrəli suala. 34 nömrəli sualda bizə deyir ki, belə bir naqil sistem verilib və AV naqilinə təsir edən amper qüvvəsinin istiqaməti şəkil müstəvisindən yuxarı yönəlib. Deməli, A ilə B-də baxın bu istiqamətdə bizə verib. Əvvəla cərəyan istiqamətinə baxıram, müsbətdən mənfiyə. Baxın bu istiqamətdədir cərəyan. Amper qüvvəsi isə verib ki, şəkil müstəvisindən yuxarı doğru yönəlib. Yəni, baxın belə. F amperin bu istiqamətdə yönəlib. İndi mən burada əl qaydasından istifadə edərək maqnit induksiyamı tapa bilərəm. Bizdən də digər naqilləri təsir edən amper qüvvəsinin və maqnit sahəsinin istiqamətini istəyir. Cərəyanıma baxıram. Cərəyanım baxıram ki, sadə qirəbinin sadə qirəb istiqamətində fırlanır. Onda deməli daxildə induksiya nədir? X. B induksiyam bu nöqtələrdə X-dir. Onda B-dən C-yə baxın, cərəyan belə yuxarı qalxırsa, əgər B induksiyamda X-dırsa, amper qüvvəmin istiqamətini tapa bilərəm. Necə tapacam? Baxın,
qüvvələr sol əl qaydasından tapılır. Bir induksiya x olanda bizdən şəkil müstəvisinə doğrudur. Əlimizi ilə tutmalıyıq ki, o bizim ovucumuza daxil olsun. Bunu necə yadınızda saxlaya bilərsiniz? X-i göydən yağan yağış kimi düşünün. Göydən yağış yağanda biz əlimizi necə tutsaq, o yağış ovucumuza tökülər. Bu formada tutsam, düzdürmü? Baxın, indi mən bu formada tutdum. 4 barmağım, baxın, əvvəlcə barmaqlarım heç bir istiqamət göstərmir. Baxıram ki, cərəyan yuxarı doğru yönəlib. Onda 4 barmağımı cərəyan istiqamətdə açıram. Yağış ovucuma tökülür, yəni B induksiya. Baxıram baş barmağım hansı istiqamətdədir? Sola doğru. Deməli onda CB-də baxın amper bu istiqamətdə yönələr. İndi bu CD-də də baxaq. CD-də cərəyan belə gəlir, müsbətdən mənfiyə. Yenə yağış yağır, ovucumu belə tuturam. İndi 4 barmağımı tərsinə fırlayıram. Baxın bu formada. Fırlayanda bir induksiyam, daha doğrusu cərəyanım sola doğru gedir. Onda amperim aşağı yönəlir. Yəni belə. Ondan sonra variantları tapa bilərik. Maqnit sahəsi bizdən şəkil müstəvisinə perpendikulyar istiqamətdədir. Bəli, bir doğrudur. Bunlar gedir. Sonra BC naqilində sağa yönəlib. Baxaq, amper qüvvəsi BC-də nə edib? Yox. BC naqilində amper qüvvəsi sola doğru yönəlibdir. Yəni 4-dür cavab. Bir də CD naqilində aşağı yönəlib. Bir də 6-dır cavab. Yəni olur B variantı. Bu şəkildə. 35 nömrəli sual. Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə yerləşdirilmiş cərəyanlı naqil göstərmişdir. Cərəyanlı naqilin aktiv hissəsinin maqnit sahəsində qalması şərti ilə hansı hallarda cərəyanlı naqilə təsir edən amper qüvvəsinin qiyməti dəyişməz. Uşaqlar, biz bilirik ki, B-dir, İ-dir, bir də F amperdir. Üçü də bir-birinə perpendikulyar olmalıdır. Bu şərt saxlamaq şərtindən amperi, yəni naqilə hansı istiqamətdə fırlasaq da bunlar dəyişməməlidir, yəni perpendikulyarlıqları. İndi məsələn, burada görürsünüzmü? Amper qüvvəsinin istiqamətini tapanda amper qüvvəsi deməli bu istiqamətdə yönəlir. Aha. İndi burada belə bir şey var ki, baxın, amper qüvvəsini görürsünüz, üçü də bir-birinə perpendikulyardır. Mən naqili belə dəyişdirsəm, məsələn 90 dərəcə deyir, sadə qirəb istiqamətinə fırladan naqil belə olur. Yenə perpendikulyardır. Yəni amperdə cərəyan şiddəti də x-da, üçü də bir-birinə perpendikulyardır. Yəni bu naqili mən belə bu istiqamətdə və belə fırlasam belə, bunların üçündə də amper qüvvəsi perpendikulyar olur. Yəni istiqaməti dəyişməz. Məsələn bax 1 ilə 2 düzdür, amma mən bu naqili belə götürüb dikinə qoysam, yəni cərəyan dikinə qoymaq nə deməkdir? Məsələn, şəkil müstəvisi istiqamətində 90 dərəcə fırlamaq, yəni I cərəyanını da nöqtə eləməkdir. Yəni cərəyan yuxarı yönəlib, fərz edin baxın belə, bir induksiya isə belə aşağı yönəlib. Bunlar bir-birinə paralel olur axı onda. Onda amper qüvvəsinin qiyməti dəyişər. Yəni onun üçün 3 ilə 4 olmaz, yalnız 1 ilə 2-dir. Cavab D variantıdır. Keçirəm növbəti suala. 36 nömrəli sual. Maqnit əqrəbləri maqnit ətrafında şəkildəki vəziyyət alıblar. Sabit maqnit sadə əqrəb istiqamətində 90 dərəcə fırlatsaq, maqnitlərin əqrəbləri necə olurlar? Deməli, burada baxıram ki, N S tərəfə cəzb olunub, S də N tərəfə cəzb olunub. Burada baxıram ki, S bəli N tərəfə cəzb olunub, baxın bu formada, N də S tərəfə cəzb olunub. İndi bu maqniti bu formada fırlasam. Baxın, belə bir forma alır. İkinci vəziyyətdə sadə qirəb istiqamətində fırladanda. Bir də mən kənardan bu maqnitimizin özünü çəkim. Yəni, bura S idi, burada N idi. İndi mən bunu fırlayanda bunu silirəm. Və ya silməyək, qırmızı ilə göstərək. Baxın, belə bir forma alır. Aha. Deməli, sadə qirəb istiqamətində fırladıramsa bunu, bu formatda. Deməli, onda S bura düşür, N isə bu tərəfə düşür. Onda bu birinci A maqnitim hansı vəziyyət alar? Fırlanar, baxın, fırlanacaq, N tərəfə S cəzb olunacaq. Yəni, bura S düşəcək, bura N, bu A maqnitimdir. Bu isə bu formatda fırlanacaq. Deməli, N tərəfə S cəzb olunacaq, S tərəfə də N. Deməli, A maqnitində birinci N gəlməlidir, ikinci S gəlməlidir. B əqrəbində də birinci S, sonra N. Yəni, cavab olur B variantı. 37. İpdən asılmış hər bir maqnit öz altındakı maqnitlə qarşılıqlı təsirdədir. Bütün maqnitlər eynidir. İpdə yaranan gərilmə qüvvələri olarsa, maqnitlərin 1, 2 və 3 işarələnmiş hissələrinin qütblərini müəyyən edin. Fikir verirsinizsə, 2 ilə 3-ün
gərilməsi bərabərdirsə, deməli bunlara eyni maqnit tərəfindən təsir göstərilir. Yəni cəzb olunurlar və T1-dən böyükdür də, deməli cəzb olunub bunlar. Deməli bura S-dirsə, deməli burada N olmalıdır ki, bunlar S-i cəzb etsin. Burada N-dirsə, burada S olmalıdır ki, N-i cəzb etsin. İkinci, T1-də isə azalıbsa eyni qütb olmalıdır ki, bunu itələsin. Bir də yuxarı qaldırsın. Ona görə bura S-dir. Niyə bəs bunları eyni qütb götürmədim? Bunları eyni qütb götürsəm, bunların gərilmələri bərabər olar. Amma az olar T1-dən. Amma mənə deyir T1-dən böyük olsun. Deməli bunlar cəzb olunubdur. Deməli 1 S-dir, 2 N-dir, 3 S-dir. S, N, S olmalıdır. Bir dəqiqə. N-dirsə, burada mən əks qütb yazmışam. Çaşıb. Eyni qütblər bir-birini itələyir. Aha, N, S olmalıdır. Yəni cavab Y variantı. Sonra 38. Hansı ifadələr doğrudur? En kəsiyi təsvir edilmiş cərəyanlı düz naqilin ətrafında yaranan maqnit sahəsinin induksiya vektorunun istiqaməti x-sa, bilirəm ki, sadə qrəb istiqamətində fırlanır. Adam baxın bu istiqamətdə, B-dən də bax belə qalxır. Deməli, A nöqtəsindən yönəlib sağa doğru, A nöqtəsindən sağa doğru 1-dir. B nöqtəsindən də yuxarı doğru. Cavab 1-4. Keçirəm növbəti suala. 39 nömrəli sual. Üfüqi səth üzərindəki dayağı bərkidilmiş 3 eyni sabit maqnitlərdən bərabər məsafədəki A nöqtəsinə dəmir cisim yerləşdirilib. Dəmir cismə təsir edən əvəzləyici qüvvə. Baxın. Bu maqnit dəmir cismi bu istiqamətdə çəkir, bu da bu istiqamətdə. Bunlar eyni məsafədə yerləşib, eyni maqnitlərdir. Yəni bunlar qarşılıqlı təsir qüvvələri kimi götürə bilərəm. Əks istiqamətdə də bunlar çıxıram əvəzləyicini tapanda. Bir dənə bax bu qalır. Aşağıya doğru çəkir, istiqamət ilə əvəzləyici qüvvənin istiqamətdə bir dənə olur, yəni 4-dür cavab. 40. Uyğunluğu müəyyən edin. Cərəyan düz naqildən keçər eyni məsafədəki nöqtələrdə yaratdığı maqnit sahəsinin induksiya vektoru. Nöqtədir isə sadə qrəbin əksinə fırlanır. Adam bu istiqamətdə yaranır. B-dən aşağı, C-dən isə bu istiqamətdə yönəlir. İndi baxaq. Deməli, A nöqtəsindən sol tərəfə yönəlib, B nöqtəsindən şaqulə aşağı yönəlib, C nöqtəsindən isə sağ tərəfə yönəlib. Yəni B, C, A olur cavab. 41 nömrəli sual. Sabit maqnitin qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorunun istiqamətləri üçün uyğunluğu müəyyən edin. Deməli, mən bilirəm ki, maqnit qüvvə xətləri N-dən çıxıb S-ə doğru yönəlir. Yəni bu istiqamətdə. Onda L nöqtəsinə toxunan istiqamətdə aşağı yönələr. M nöqtəsindən baxın bu istiqamətdə, K-dan da belə yuxarı qalxar. Onda K nöqtəsində o yuxarı yönəlib D-dir. Sonra L nöqtəsində aşağı yönəlib C-dir. M nöqtəsində də sol tərəfə yönəlib, yəni B-dir. 1-ə D, 2-yə C, 3-ə də B variantı uyğun gəlir bu şəkildə.